Təxminən 100 min evə kupça verilməsi mümkün olacaq. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bununla bağlı konsepsiya hazırlanıb və yaxın müddətdə təsdiqi gözlənilir. Təsdiq olunduqdan sonra isə birinci mərhələdə 2001-ci ildə inşa edilən evlərə kupça veriləcək. Həmçinin tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır. Nazirlər Kabineti daşınmaz əmlakın sənədlərinin qeydiyyatı, qəbulu və yoxlanması üzrə prosedurları təsdiq edib. Yeni qərarla bu prosesin sadələşdirilməsi reallaşıb. Müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək. Məsələn, vətəndaşımız əmlakın qeydiyyata alınması ilə bağlı müraciət edib. Müraciətində əmlakın yerləşdiyi torpaqda tikintiyə icazə verilməsinin mümkün olduğunu qeyd edib. Amma dövlət qurumunda həmin torpaqla bağlı məlumat məhz əkinə yararlı torpaqdır və inşaat icazə verməyən torpaq kimi qeydiyyata keçib. Bu halda həmin qurum arxivə və ya digər müvafiq qurumlara müraciət edir və müraciətin əsasında vətəndaşın müraciəti qeyd etdiyi məqam təsdiqini tapırsa, o halda artıq vətəndaşa əmlakına görə çıxarışın verilməsi reallaşacaq. Belə ki, artıq müddətlə bağlı da qərar qəbul olunub. Qurum prosesi təxminən 2 həftə ərzində yekunlaşdırmalı, nəticəsi barədə vətəndaşa məlumat verməlidir. Nəzərə alsaq ki, əvvəlki hallarda dövlət qurumu vətəndaşın müraciətində olan məlumatla özünün məlumatları uyğun gəlmədikdə, təbii ki, qeydiyyata alınmaqdan imtina edirdi. Amma yeni qaydalara əsasən 15 iş gündən çox olmama şərti ilə dövlət qurumu həm məlumatları dəqiqləşdirməlidir və dəqiqləşdirdikdən sonra əgər həmin əmlakın qeydiyyata alınması mümkünsə, həmin əmlakın qeydiyyata alınması ilə bağlı qərar verməlidir. Bu zaman təbii ki, həm torpaq, həm də daşınmaz əmlakın qeydiyyata alınmasından gedir. Qeyd edək ki, Bakı və ətraf ərazilərdə sənədsiz evlərin sayı 500 mini ötür. İlkin qiymətləndirməyə görə onlardan təxminən 70 mini təhlükəli zonalarda, neft buruqları, iri nəqliyyat qovşaqları və yüksək gərginlikli elektrik xəttlərinin yaxınlığında yerləşir. Bu kateqoriyaya daxil olan tikintilərlə bağlı ayrıca hüquqi tənzimləmə sənədinin qəbul olunacağı gözlənilir. Millət vəkili bildirib ki, birinci mərhələdə təhlükəli ərazilərdə yerləşməyən, əsasən həyət evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiya təsdiqlənəcək. Sənəd imzalandıqdan sonra təkcə Bakı və ətrafında 100 mindən çox evin rəsmiləşdirilməsi mümkün olacaq. Minaya Zaman, Xəzər xəbər.